Gəlin bugün düz xətli bərabər təcilli hərəkət mövzusuna olan testlərin izahına baxaq. Videoya keçməzdən əvvəl videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin onun da izahlarımıza başlayaq. Birinci nömrəli sualda bizə deyir ki, sürətin zamana görə dəyişmə yeniliyini xarakterizə edən kəmi et. Sürətin zamana görə dəyişmə yeniliyi deyəndə, yəni sürətin zamana olan nisbəti nəzərdə tutur və dəyişməsi deyəndə delta V. Bu da bizim təcilimizin düsturu. Ona görə cavab olur B variantı. İkinci sualda deyir, ədədi qiymətcə vahid zamanda sürətin dəyişməsinə bərabər olan fiziki kəmiyyət yenə təcildir. Gəlirəm 3 nömrəli suala. X ox üzrə hərəkət edən cismin sürətinin zamandan asılılıq qrafikinə sizən onun təcilinin modulunu tapın. Mən bilirəm ki, təcilin düsturu V çıxılsın, V0 bölünsün T'dir. Baxın, burada V son sürətim 0,5'dir. Çıxıram, başlanğıc sürətim 0'dır, bölürəm zamanım 5'ə. 0,5'i də 5'ə böləndə cavabı alıram 0,1 metr böl saniyə kvadratı. A variantı. 4 nömrəli sualda eyni qaydada düsturumuz eynidir. Yazıram V çıxılsın, V0 bölünsün T. Baxın, yerinə qoyuram. V'miz 10'dur. V0'ımız 0'dır. Bölürəm 2'yə. Və buradan da təcilimi tapıram. 5 metr bölünsün saniyə kvadratı, yəni C variantı. 5 nömrəli sualda bizə deyir ki, cismin sürətinin modulunu tapın, özü də bərabər təcilli hərəkətdə. Bərabər təcilli hərəkətdə sürət kök altında V0 kvadratı plus 2 AS düsturundan tapılır, yəni cavab olur C variantı. 6 nömrəli sualda isə bizə deyir ki, bərabər yavaşlayan hərəkət edən cismin koordinatın zamandan asılı hansı düsturla tapılır? Baxın, burada birinci cümlədə deyir ki, X ox üzrə. Deməli, mənim sürətimin qabağı müsbət olmalıdır. Yavaşlayan deyil, sürət müsbətsə, deməli, təcil mənfi qiymət almalıdır. Koordinat tənliyimi yazanda X0 üstə gəl, V0T yazıram, sürətin qabağı müsbət. Amma təcilin qabağı mənfi olduğu üçün çıxaq qoyuram. AT kvadratı bölünsün ki, və bu ifadəni tapıram. X0 plus V0T çıx AT kvadratı bölünsün 2. Cavab C variantı. 7 nömrəli sualda maddi nöqtənin düz xətli bərabər yeyinləşən və yavaşlayan hərəkət bərabər təcilli hərəkətin növüdür. Bu hərəkətdə də təcil konstant qalır. Təcilin həm qiyməti, həm istiqaməti dəyişmir. 8 nömrəli sualda bizə deyir ki, sükunət vəziyyətindən 3 cm böl saniyə kvadratı sabit təcillə hərəkətə başlayan avtomobilin 6-cı dəqiqənin sonundakı sürətini tapın. Baxın, birinci cümlədə mənə deyir sükunət vəziyyətindən, yəni V0'ım 0'dır. Təcil 3 cm böl saniyə kvadratıdır. Mən də bunu belə yazaram. A bərabərdir 0,3 metr bölünsün saniyə kvadratı şəklində yazaram. Zamanımı da verib 6-cı dəqiqənin sonunda çevirərəm. Dəqiqəni saniyə, yəni 6-nı 60'a vuraram 360 saniyə. Sonra da isə sürət istəyir. Sürətin düsturu V0 plus AT-dir. Sadəcə buradan V0 sıfıra gedir. AT düsturundan tapıram. A 0,3'dür. Mən də bunu 360'a vursam, edər 10,8 metr bölünsün saniyə. Yəni cavab olur A variantı. 9 nömrəli sualda bizə deyir ki, VT qrafikinə sizən cismin hərəkət təcilinin proyeksiyasını tapın. Yenə təcilin düsturunu yazıram. A bərabərdir V çıx V0 böl T. Yerinə qoyuram. Deməli, son sürətim 0'dır. 0 çıxılsın. Başlanğıc sürətim 8'dir. Bölərəm zamanım 4'ə. Mənfi 8'də 4'ə bölsəm cavabı taparam. Mənfi 2 metr bölünsün saniyə kvadratı. Yəni B variantı. 10 nömrəli sualda bizə deyir ki, sükunət vəziyyətindən 2 cm böl saniyə kvadratı sabit təcillə hərəkətə başlayan avtomobilin 4-cü dəqiqənin sonundakı sürətini tapın. Əvvəla təcili çevirərəm. 2 cm-im 0,2 metr bölünsün saniyə kvadratına bərabərdir. 4-cü dəqiqənin sonunda deyir, zamanı tapıram, yəni 4'ü 60'a vururam. Tapıram ki, zaman da 240 saniyədir. Sükunət vəziyyətindən, deməli V0 da 0'dır. Onda sürət düsturunu yazsam, V0 plus AT. Buradan V0 sıfıra gedər, qalar AT. A'mız 0,2, T'də 240. 0,2'ni də 240'a vuranda bu edir 4,8 metr bölünsün saniyə. Yəni cavab olur A variantı. 11 nömrəli sualda X oxu üzrə hərəkət edən, deməli, sürət müsbət olmalıdır. Cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafikinin hansı hissəsi yeyinləşən hərəkətə uyğundur? Burada
Burada biz nəyə baxırıq? Hə, bu x ox üzrə ümumi hərəkətdir. Yəni sürətin müsbət mənfi olması önəmli deyil. Burada deyir ki, yeyinləşən hərəkət etsin. Mən də axtarıram ki, harda qrafikim t oxundan uzaqlaşırsa, deməli orada cisim yeyinləşən hərəkət edir. Baxıram A-B-də sürət sabitdir, B-C-də qrafik yaxınlaşır, amma C-də mənim qrafikim t oxundan uzaqlaşır. Deməli yeyinləşən hərəkət budur. A variantı. 12 nömrəli sualda deyir x oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı zaman intervalında cismin təcili sıfıra bərabər? Təcil sürət dəyişməsinin zamana nisbətidir. Əgər mənim sürət dəyişməm sıfır olsa, təcil də sıfır olar. Sürətim harda dəyişmir, dəyişməz sıfır olur və konstant olan halda. Yəni bərabər sürətli hərəkətdə sürət dəyişmədiyi üçün təcil sıfır olur. Onda bərabər sürətli hərəkətin qrafiki də T2, T3'dür. Yəni cavab D variantı. 13 nömrəli sualda isə bizdən təcilin müsbət olduğu hissəni istəyir. Burada belə tapacağım. Baxın, 0-dan T1'ə qrafik T oxundan uzaqlaşır. Deməli, cisim yeyinləşən hərəkət edir. Sürət müsbətdir. Yeyinləşən isə deməli təcil də müsbətdir. Bu hissədə yavaşlayan hərəkət edir. Sürət müsbətdir, amma təcil mənfi olur. Burada təcil yoxdur, sıfırdır. Bu hissədə yavaşlayan hərəkət edir, yəni sürət müsbət amma təcil mənfidir. Bu biri tərəfdə isə yeyinləşən hərəkət edir, sürət də mənfidir, təcil də mənfidir. İndi məndən də müsbəti istədiyi üçün 0-dan T1'ə kimi olan zaman anını götürürəm A variantı. 14 nömrəli sualda bizə deyir ki, sükunət halından təcillə düz xətli hərəkətə başlayan cismin 6 saniyə ərzində getdiyi yol. Sükunət halından deyir, yazıram V0 bərabərdir 0. Təcilimi verib 0,1, zamanımı verib 6. Aydın məsələdir. Buradan neyse tapıram. V0t plus at kvadratı bölünsün 2. Buradan V0'ım 0'a gedir. At kvadratı böl 2 qalır. A0 1, t kvadratım 36 bölünsün 2. Bu da bizdə edir 1,8 metr. Yəni cavab olur D variantı. 15 nömrəli sualda bizə deyir ki, başlanğıc sürəti yazaq. V0 bərabərdir 10 metr böl saniyə olan cisim A bərabərdir 0,5 metr böl saniyə kvadrat təcillə tormozlanmağa başlayır. 4-cü saniyənin sonunda cismin sürəti. Uşaqlar, tormozlanmağa başlayanda cisim yavaşlayan hərəkət edir. Ona görə yazanda V0 çıx at yazacağım. O da bərabərdir 10 çıxılsın 0,5 vur 4'ə. Ondan da 2 çıxanda cavab alaram 8. Y variantı. 16 nömrəli sualda isə bizə deyir ki, başlanğıc sürəti yazaq V0 bərabərdir 5 metr böl saniyə olan cisim 0,5 metr böl saniyə kvadratı təcillə. Yəni deməli mənim təcilim 0,5 metr böl saniyə kvadratıdır. Yeyinləşən hərəkət edir və 4-cü saniyənin sonunda sürət istəyir. Yeyinləşən isə işarələri müsbət olur. V0 plus at yazıram. Yəni V0'ın 5'dir, atm də 2'dir. Bu da edir 7. Cavab D variantı. 17 nömrəli sualda mənə deyir ki, başlanğıc sürəti V0 olan və bərabər yavaşlayan hərəkət edən cismin T müddətdən sonra dayandı. Deməli, bunun son sürəti 0 olub. Bu müddət ərzində yer dəyişməni tapın. Onda isin düsturunu belə yazaram. V plus V0 bölü 2 vur T. V də 0'a gedərsə, düstur qalar V0 T bölünsün 2. Yəni cavab A variantı. 18 nömrəli sualda x ox üzrə bərabər təcilli hərəkət edən cismin koordinatı verilmiş T anında hansı ifadəyə təyin olunur? Bərabər təcilli hərəkətdir və bizə V0 0 verilib. Əvvəlcə koordinat tənliyimi yazıram. X 0 üstə gəl V0t plus at kvadratı bölünsün 2. V0 0'dırsa mənim koordinat tənliyim sadəcə x 0 üstə gəl at kvadratı böl 2 olur. Cavab D variantı. 19 nömrəli sualda deyir, sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan cismin sürətin modulu hansı ifadə ilə təyin olunur? Sükunət vəziyyət deyir V0 0'dır. Onda V bərabərdir. Düstur bilirik ki, kök altında V0 kvadratı plus 2AS-dir. Buradan da V0 0'a getsə kök altı 2AS qalar. Yəni Y variantı. 20 nömrəli sualda deyir, sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan cismin yer dəyişməsinə sərf olunan zaman. S-in düsturu V0t plus at kvadratı böl 2'dir. Sükunət vəziyyətindən dediyi üçün bu ifadə gedir 0'a. Buradan təcili yox, zamanı tapıram. Bu da onda olur 2S bölünsün A'ya. T'ni tapanda 2S böl A'ya bərabər olur, yəni Y variantı. 21 nömrəli sualda sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan cismin təcili hansı ifadə ilə təyin olunur? Burada isə S bərabərdir. Yenə V0t plus at kvadratı böl 2 yazaram. Buradan sükunət vəziyyətindən dediyi üçün V0t 0'a gedər. Bu dəfə A'nı taparam. A'nı tapanda da olur 2S bölünsün T kvadratı. Yəni cavab A, bir dəqiqə.
onda başqa bir şeydən söhbət gedir. Yəni başqa bir düsturla gedəcəm. Hə, təcilin düsturundan gedəcək uşaqlar. A bərabərdir. V çıxılsın V0 böl T. Buradan da V0-ım sıfıra gedəndə V böl T qalır. Yəni cavab Y variantıdır. 22 nömrəli sualda sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan cismin təcilinin proyeksiyasını hesablan. Bu bayaqçı düsturdur. Baxın, buradan gəlir bu dəfə. 2S bölünsün T kvadratı olur. O da cavab A variantıdır. Sonra 23-cü sual sükunət vəziyyətindən bərabər təcilli hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasını hesablayın. V0 sıfırdır və burada görürəm bir sıra düsturlar var. Onda bunu belə yazaram. S bərabərdir. V plus V0 böl 2 vur T. V0 sıfıra gedəndə VT böl 2 qalır. Yəni D variantı. 24 nömrəli sualda sükunət vəziyyətindən bərabər təcilli hərəkət edən cismin yer dəyişməsinin proyeksiyası hansı ifadə ilə təyin olunur? Bu dəfə də S bərabərdir, bu düsturla gedəcək. V kvadratı çıxılsın, V0 kvadratı bölünsün 2A. Buradan V0 kvadratı sıfıra gedəndə V kvadratı böl 2A qalır, yəni Y variantı. 25 nömrəli sualda X ox üzrə bərabər təcilli hərəkətdə sürətin proyeksiyası hansı ifadə ilə təyin olunur? V0 plus AT ilə. 26 metr böl saniyə kvadratı hansı fiziki kəmiyyətin vahididir? Əlbəttə ki, təcilin. 27-ci nömrəli sualda maddi nöqtənin bərabər yavaşlayan hərəkəti üçün hansı şərt mütləq doğrudur? Bərabər yavaşlayan və yeyinləşən hərəkətlərdə təcil həmişə konstant olur. Həm qiyməti, həm istiqaməti. Ona görə cavab C variantıdır. 28 nömrəli sualda bizə V-nin T-dən asıllıq qrafiki verilib və deyir ki, qrafiklərdən hansı X oxun əksi istiqamətdə yavaşlayan hərəkət? Baxın, X oxun əksi deyirsə, biz T oxunun altındakı qrafikləri axtarırıq. Sürət mənfidə olmalıdır. 1-2-3 gedər. Yavaşlayan deyəndə qrafik T oxuna yaxınlaşmalıdır. Baxıram, burada 4-də bərabər sürətlidir, onda cavab 5-dir. Yaxınlaşır. A variantı. 29 nömrəli sualda yenə bizə V-nin T-dən asıllıq qrafiki verilib. Bu dəfə X oxu istiqamətində deyirsə, T oxunun üzərinə baxıram, qalanları getdi. Yeyinləşən deyirsə, T oxundan uzaqlaşmalıdır, ona görə də cavabı 1 götürərəm, Y variantı. 30 nömrəli sualda bizə deyir ki, hansı qrafik bərabər yavaşlayan hərəkətə uyğundur? Yavaşlayan hərəkət, mən bilirəm ki, T oxuna yaxınlaşmalıdır. Burada sizi çaşdıra bilər A və Y variantı. Bunu da hansı qayda ilə yadımızda saxlayırıq? X-in T-dən, məsafənin T-dən asıllığı veriləndə, əgər qrafik sıfırdan başlamayıbsa, biz onu sıfırdan təzdən çəkirik. A-da sıfırdan başlamayıb, mən onu sıfırdan yenidən çəkdim. Yeni də sıfırdan yenidən çəkəndə görürəm ki, Y variantında qrafik T oxundan uzaqlaşır. Deməli, bu yeyinləşən hərəkətdir. Bizdən yavaşlayanı istədiyi üçün mən cavabı A variantı götürərəm. 31 nömrəli sualda isə məndən deyir ki, yeyinləşəni tap. Yeyinləşəndə bilirik ki, qrafik T oxundan uzaqlaşmalıdır. Burada da sizə B və D variantları çaşdıra bilər. X T-dən o vaxt düz asılı olur ki, B variantındakı kimi sürət sabit olsun. Təcilli hərəkətdə həmişə kvadratik funksiya olur. Cavab D variantı. 32 nömrəli sual. X oxu üzrə hərəkətdə sürətin proyeksiyasının zamandan asıllıq qrafikinin hansı hissəsi X oxu istiqamətdə bərabər yavaşlayan hərəkətə uyğundur? Deməli, X oxu istiqamətdə olmalıdır. Baxın, T oxuna yaxınlaşan 2 qrafik var. Bir BS, bir Y. Hər ikisinə cisim yavaşlayan hərəkət edir. Amma mənə şərtdə vurğulayır ki, X oxu üzrə tap. Yəni ki, mənim cismimin X oxu istiqamətində, yəni sürəti müsbət olsun, amma yavaşsın. Ona görə də cavabı götürürəm B-si. Bu hissədə sürət müsbətdir, amma cismi yavaşlayan hərəkət edir. 33 nömrəli sualda da bizə sürətin zamandan asıllığı verilir, təcil istəyir. Yazıram A bərabərdir, V çox V0 böl T. Son sürət 18 götürürəm. Başlanğıc sürəti 6 götürürəm, zamanda 4 götürürəm. 12-ni də 4-ə böləndə cavabı tapıram 3. B variantı. 34 nömrəli sualda eyni qayda ilə A bərabərdir. V çıxılsın V0 bölünsün T. Buradan 30 çıxılsın 10 bölünsün 4'ə. Bu da düşür 5. Yəni C variantı. 35 nömrəli sual yeni sualdır. Deyir ki, sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan və təcillərin nisbəti olan iki cismin eyni zaman müddətində getdiyi yolları tapın. Sükunət vəziyyətindən deyirsə, birinci yazaram V0T plus AT kvadratı böl 2. Cisim sükunət vəziyyətindən hərəkətə başlayanda V0 0 olur. Və buradan mənə deyir ki, eyni zaman müddətində T-ni tapanda mən görürəm ki, kök altında 2S böl A olur. Yəni, mənim təcillə yolum bölünür. Deməli, bunların nisbəti bir-birindən düz asılıdır. Belə yazaram. S1-in S2-yə nisbəti elə A1-in A2-yə nisbətidir. Baxın, uşaqlar, bizə də A2-in A1-ə nisbətini 2-də 1 veribsə, onda A1-in A2-yə nisbəti, yəni ifadənin tərsinə çevirsəm 2 alınmaz.
A1 bölü A2 olur və yerinə də 2 qoysam cavab olur A variantı. 36 nömrəli sualda bizə deyir ki, düz xətli bərabər yavaşlayan hərəkətdə sürət və təcil vektorları arasındakı bucaq neçə dərəcədir? Yavaşlayan hərəkət deyəndə sürət və təcil bir-iki əks istiqamətlərdə yönəlir. Sürət və təcil vektorları əks istiqamətdə yönələndə bunlar arasındakı bucaq 180 dərəcə olur. Ona görə cavab olur Y variantı. 37 nömrəli sualda yeyinləşən hərəkətdə sürət və təcil vektorları arasındakı bucaq neçə dərəcədir deyil. Yeyinləşən hərəkətdə sürət və təcil eyni istiqamətdə yönəlir. Bu zamanda bunlar arasındakı bucaq 0 dərəcə olur, yəni paralel olur. Aha, gəlirik 38 nömrəli suala. Deyir ki, x ox üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamanda asıllıq qrafiki vermişdir. 1, 2 və 3 nöqtənin uyğun anlarda cismin malik olduğu təcillərin modullar arasında hansı münasibət doğrudur? Burada baxıram ki, qrafik yavaşlayan hərəkətin qrafikidir. Yavaşlayan və yeyinləşən hərəkətlərdə təcilin qiyməti dəyişmir. Ona görə bu hissələrdə təcillərin bərabər olur. Yəni cavab olur B variantı. 39 nömrəli sualda da bizə sürətin zamandan asılılığı verilib və təcilləri müqayisə etməyimi istəyir. Baxın, burada da yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkətdə yenə təcilli hərəkətin növü olduğu üçün bu hərəkətdə təcillərin bərabər olur. Yəni cavab olur D variantı. 40 nömrəli sualda bizə deyir ki, düz xətli bərabər yeyinləşən hərəkət edən və sürəti şəkildəki kimi yönəlmiş cismin təcili hansı istiqamətdədir? Baxıram ki, sürət aşağı yönəlib. Yeyinləşən hərəkətdə təcil də sürətlə eyni istiqamətdə aşağı yönəlir. Cavab olur A variantı. 41 nömrəli sualda təcili hesablamaq üçün hansı cihazlardan istifadə etmək olar deyir. S bərabər AT kvadratı bölü 2 yazaram. Buradan da təcili tapsam, alaram ki, 2s bölünsün t kvadratı. Yəni, mənim əlimdə ölçü lenti olsa s-i taparam. T zamanı ölçmək üçün də saniyə ölçənim olsa, bunları tapıb yerinə qoysam təcil alaram. Yəni, cavab olur B variantı. 42 nömrəli sualda da yenə bizdən təcili təyin etmək üçün deyir, hansı cihazlardan istifadə etmək olar? A bərabərdir delta V böl T düsturuna görə sürəti spidometrlə ölçərəm, zamanı da saniyə ölçənlə ölçsəm, mən təcili tapa bilərəm. 43 nömrəli sualda bizə deyir ki, x ox üzrə bərabər təcilli hərəkət edən hərəkətdə yerdəyişmənin proyeksiyası hansı ifadəyə təyin olunur? Biz bilirik ki, yerdəyişmənin düsturu nədir? V kvadrat çox V0 kvadrat bölünsün 2A-dır. Yəni cavab B-dir. 44 nömrəli sualda da yerdəyişmənin düsturunu istəyir. V plus V0 bölünsün 2 vurulsun T-dir. Yəni cavab D-dir. 45 nömrəli sualda deyir, düz xətli bərabər yavaşlayan hərəkət edir cisim təcilin istiqamətini. Sürət sola doğru yönəlib. Yavaşlayan hərəkətdə sürət və təcil əks istiqamətdə yönəldiyi üçün təcilin istiqamətini 2 götürərəm. 46 nömrəli sual, cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Bu cismin təcilini tapın. Baxın, birinci hissəyə baxıram ki, cisim yavaşlayan hərəkət edir. Sürəti müsbətdir, amma yavaşlayan hərəkət etdiyi üçün təcili mənfidir. Bu hissədə də cisim x oxun əksinə yeyinləşən hərəkət edir. Sürət mənfi, yeyinləşən olduğu üçün təcil də mənfi. Burada ümumiyyətlə təcil sıfırdır. Bu hissədə isə yavaşlayan hərəkət edir. Yəni sürət mənfidir, amma təcil müsbətdir. Burada isə yeyinləşən hərəkət edir. Sürət də müsbətdir, təcil də müsbətdir. Deməli, birinci hissədə mənim təcilim mənfidə olmalıdır. İkinci hissədə 0 olmalıdır. Üçüncü hissədə isə müsbətdə olmalıdır. Mənfi 0 müsbət olaraq da mən götürərəm D variantını. 47 nömrəli sualda baxın, bizə təcili verib, A bərabərdir mənfi 2, zamanı veribdir 3 saniyə və mənə deyir ki, cismin başlanğıc sürətini tap. Biz bilirik ki, ən təpə nöqtədə son sürəti 0 olur. Onda yazaram V bərabərdir V0 plus AT, o minus AT. Buradan V'miz gedir 0'a, V0 bərabər olur AT-yə. Buradan da təcilimiz var. Bu mənfi AT olur. Təcilin qabağındakı mənfi də vurulur, müsbət olur. 2 vurulsun 3, cavab edir 6. B variantı. 48 nömrəli sualda da bizə deyir təcil tap. Baxıram ki, hərəkət tənliyi bərabər təcilli hərəkətin tənliyidir. Yəni təcil bu hissədə sabitdir və x bərabərdir. X 0 üstə gəl V0 T plus AT kvadratı bölü 2 yazanda mən görürəm ki, təcil T kvadratın qabağında olan ədəddir. Baxıram T kvadratın qabağı 1'dir. Amma düsturda təcil 2'yə bölünür. Deməli, mənim təcilim 2 imiş ki, təcilin yerinə 2 qoyub 2'yə bölüb, bura 1 yazıblar. Bir də məxrəcdə görürsünüz 2 yoxdur. Deməli, təcil 2'yə bölünübdür ki, ora 1 yazılıbdır. Və ya belə də baxa bilərsiniz. AT kvadratı bölü 2 bərabərdir 1'ə təcilin qiymətinə. Buradan da alarsınız ki, təcili 2'yə bərabərdir.
Deməli, burada təcilimiz 2-dən sabit olmalıdır. C variantı. Davam edək. 49 nömrəli sualda da yenə eyni qayda. T kvadratın qabağı 1-dir. Deməli, mənim təcilüm 2 imiş ki, 2-yə bölüb 1 yazıblar. Yəni, cavab olur Y variantı. 50 nömrəli sual, baxın, V0 veribdir bu dəfə. Buradan yazaq, qarışmasın. V0'ımız 12'dir. Ve son sürətimiz ən təpə nöqtədə 0 olur. Zamanımız da 3'dür. Təcil istəyir. A bərabərdir. V çıxılsın. V0 bölünsün T. V'miz getdi 0'a. Qalır mənfi 12 bölünsün 3'ə. Bu da edir mənfi 4 metr bölünsün saniyə kvadratı. Yəni cavab D variantı.